Ümumiyyətlə, mən bir dənə sual verim sizə və bunu yadda saxlayın da, bu sualın və cavabı. Şeytan bizim dinimizlə niyə müxalifdir? Dinimizlə niyə düşməndir? Çünki şeytan bizim düşmənimizdir. Razısınız? Şeytan bizim düşmənimizdir. İstəmir bizə, düşmən sənin xeyrini istəməz, düzdür. İstəmir sən xeyrə çatasan deyə sənin dininlə səni dinsiz eləmək istəyir. Deməli, səni xeyirdən məhrum eləmək üçün dinsiz eləmək istəyir. Deməli, din səni xeyrə çatdırır, mənfəətə çatdırır. Şeytan sənə zərər vurmaq üçün dini və hədəf alır. Biz elə bilirik ki, şeytan bizimlə yox, dinimizlə düşməndir. Yox, İnnehu lekum aduvvun mubin. O sizin aşkar düşməninizdir. Biz elə bilirik ki, biz və din ayrı-ayrı şeylərdir. Şeytanın bizlə işi yoxdur. Din deyir ki, nə inirsə elə, get xoşbəxt ol, dinə tərəf gəlməsən. Niyə? Dindən qıraqda xoşbəxtlik yoxdur ki, dinə hədəf alır. Sənə zərər vurmaq istəyir, deməli, sənin xeyrin dindədir. Razısın?